Salam uşaqlar. Dalğa optikası bölməsinin testlərinə baxırıq. Deməli, birinci sualdan başlayırıq. Dalğa uzunluğu 3,2 metr olan dalğanın eyni fazada rəqs edən iki ən yaxın nöqtəsi arasındakı məsafə nə qədərdir? Deməli, bizə verilib dalğa uzunluğu 3,2 metr. Gəlin dalğa uzunluğunun tərifinə baxaq. Dalğa uzunluğu tərif edəndə deyirdik ki, dalğa uzunluğu bir rəqs periodu ərzində dalğanın yayıldığı məsafədir. Məsələn, x-in yerdən asılı qrafik verilib. Və yaxud da ki, dalğa uzunluğu eyni fazada rəqs edən iki ən yaxın nöqtə arası məsafədir. Deməli, elə cavab sualın özünün içərisindədir. Bizdən əgər eyni fazada rəqs edən iki ən yaxın nöqtə arası məsafə soruşursa, elə dalğa uzunluğunu soruşurmuş. Doğru cavab olacaq 3,2 A bəndi. Üçüncü sual. İşıq bir mühitdən başqa mühitə keçərkən sürəti 2 dəfə azalarsa, tezliyi necə dəyişər? Ümumiyyətlə, yadınıza saxlayırıq. İşıq şüası bir mühitdən başqa mühitə keçərkən period və tezlik dəyişmir. Nö və T sabitdir. Ona görə B bəndi. Beşinci sual. Monoxromatik işıq şüaları birinci mühitdən ikinci mühitə keçərkən dalğa uzunluğu 0,6 mikrometrdən 0,4 mikrometrə qədər azaldı. İkinci mühitin birinciyə nəzər nisbi sındırma əmsalı soruşulur. Yəni, soruşulan N2 1-dir. N2 1, yəni N2 böl N1 deməkdir. N də lambda ilə tərs asılıdır. Deməli, N də lambda ilə tərs asılıdır. Lambda 0 böl lambda yazmaq olar. Və buradan bizə deyir, ikinci mühitin birinciyə nəzər N2-nin N1-ə nisbəti soruşursa, lambda 1-in lambda 2-yə nisbəti soruşur deməkdir. O da 0,6-nı bölürük 0,4-ə. Sıfırlar ixtisarləsi 6 böl 4. O da eləcə 1,5. 1,5. Yəni, D bəndi. Növbəti sual. Dördüncü sualı dərs izahında baxmışıq, bir daha təkrar baxırıq. Deyir ki, qırmızı qərənfələ yaşıl şüşədən. Qırmızı qərənfələ yaşıl şüşədən baxanda biz deyirik ki, ana rənglərimiz var. Qırmızı, yaşıl, bir də göy. Bu rənglər ana rənglərdir. Bu rənglər yalnız üzərinə düşən öz rənglərini qaytara bilirlər. Məsələn, indi biz yaşıl şüşədən qırmızı qərənfələ baxsaq, deməli, qırmızı ancaq öz rəngini, yəni qırmızını qaytaracaq. Yaşlı qaytarmaz ona görə. Və həmin cismi biz, qərənfili, daha doğrusu biz qara rəngdə görəsiyik. Yəni, rənglər udulacaq ona görə. Digər rənglər udulur. Yəni, B bəndi. Sonra 7-ci sual. Mühitin sındırma əmsalı hansı fayda ilə təyin olunur? Bayaq düsturu yazmışdıq. Bir daha təkrar edirik. M bərabərdir. Lambda 0 böl lambda. N'in düsturu belə idi. Əslində başdan belə başlayırdı. S bölü V. S lambda 0 nö. V də lambda nö. Nölər xısar gedir. Tezlik eyni olduğuna görə. Olur lambda 0 böl lambda D bəndi. Burada D bəndi olacaq. Nəsə bu işarələmək olmur bunun. Yəni, bilin ki, D bəndidir. Sonra 9. Mühitin sındırma əmsalının işığın dalğa uzunluğundan asılığı deməli dispersiya adlanırdı. Sonra 11. Hansı rəngli işıq dalğası üçün şüşənin sındırma əmsalı ən böyükdür? Biz dedik ki, sındırma əmsalı ən böyük olan rəng bənövşəyi rəngdir. Ona görə də deməlidir. 13. Dalğa uzunluğu 3,6 metr olan dalğanın eyni fazada rəqs edən iki ən yaxın nöqtə arasındakı məsafəsi. Və bunu da demişdik ki, ən yaxın iki nöqtə elə birinci sualla eyni demək olar. Eyni fazada deyirsə, elə dalğa uzunluğunu götürürük. 3,6 Y bəndi. 15. Ağ işıq şüası şüşə prizmadan keçdikdən sonra ayrıldığı rəngli şüalardan 4-ü göstərilmişdir. Hansı şüaya uyğun dalğa uzunluğu ən kiçikdir? Biz bilirik ki, dalğa uzunluğu sındırma əmsalından tərs asılıdır. Dalğa uzunluğunun ən kiçik olması üçün dalğa uzunluğu ən böyük olanı seçmək lazımdır. Və yaxud da ki, daha doğrusu, demək, dalğa uzunluğunun ən kiçik olması üçün sındırma əmsalı ən böyük olanı seçirik. O da 4-cüdür. Yəni, A bəndi. Sonra 17-yə baxırıq. Deyir ki, ağ işıq şüası şüşə prizmadan keçdikdən sonra ayrıldığı rəngli şüalardan 4-ü göstərilmişdir. Hansı şüaya uyğun kvantın enerjisi ən kiçikdir? Biz dedik ki, kvantın enerjisi H nödür və ya HC bölü lambdadır. Buradan da lambda ilə tərs asılır Y.
N də lambda ilə tərs asılıdır. Onda Y N-dən düz asılır. Belə yəni nəticəyə gələ bilərik. Enerjisi ən kiçik olan, tezliyi ən kiçik olan və ya sındırma əmsalı ən kiçik olan qəbul olunacaq. Yəni 17 olacaq B bəndi. Sonra 19. Vakuumda yayılan işığın dalğa uzunluğu 2 dəfə artdıqda yayılma sürəti. Vakuumda yayılan işığın dalğa uzunluğu demək burada nə edirik? Vakuumda deyirsə, vakuumda işığın sürəti 3/18-dir. Bu sürət dəyişməzdir. Yəni olduğu kimi qalacaq. Dalğa uzunluğu necə dəyişməyimizdən asılı olmaraq, vakuumdakı işığın sürəti dəyişməyəcək. 19A. 21. Ağ işıq şüası şüşə prizmadan keçdikdən sonra ayrıldığı rəngli şüalardan 4-ü göstərilmişdir. Hansı şüa üçün şüşənin sındırma əmsalı ən böyükdür? Təbii ki, burada ən çox sınanan hansıdır? 4-dür. Ona görə Y olacaq. 21 Y. 23. Şüşə prizmadan keçən ağ işığın ekranda alınan emin spektri göstərilmişdir. Spektrin hansı bənövşəyi rəngə aid ola bilər? Təbii ki, ən çox sınanan rəng hansıdır? 5-cidir. Deməli, 5-ci bənövşəyi rəngə aiddir. 23 B. C. 25. Dalğa uzunluğu 300 nanometr olan işıq dalğasının iki nöqtəsi arasındakı məsafə 50 nanometrdir. Həmin nöqtələr arasındakı faza fərqini soruşur. Deməli, bizə dalğa uzunluğu verilib. Dalğa uzunluğu bilməliyik ki, x götürək, yəni məsafəni də belə x-də nanometrdən deyə çevirmə eləmirəm. Faza fərqini soruşur, delta fi. Bunu biz mexaniki rəqslərdə də belə tip testlər işləyirdik. Dalğa uzunluğu bilirik ki, faza fərqi 2pi-yə uyğun olan dalğanın getdiyi məsafədir. Əgər 2pi-yə 300-dürsə, tənasüb qururuq ən sadə yolla. Onda faza fərqini axtarıram, delta fi-yə 50 olacaq. Buradan da delta fi lazımdır, bizə onu təyin edirik. Delta fi də bərabərdir. 2pi vurulsun 50. Sılmır, gəlin buradan silə yazaq. Deməli, yazırıq nə? Yazırıq, buradan yazaq. Delta fi bərabərdir. Delta fi bərabərdir. 2pi vurulsun 50 bölünsün 300. 2-ni 50-yə vuranda 100, pi-ni də 3, elə pi-ni pi kimi saxlayıb, ona görə də biz də pi kimi saxlayırıq. Buradan da alınır, pi bölünsün 3. Yəni cavab olacaq D bəndi. Pi böl 3. Sual 25 idi. Gəldik 27-ci suala. İşıq bir mühitdən digərinə keçərkən dalğa uzunluğu 1.9 dəfə azalırsa, sürəti necə dəyişər? Dalğa uzunluğu sürətlə V bərabərdir. Lambda nü düsturuna görə nü sabitdir. V də lambda ilə düz asılıdır. Əgər dalğa uzunluğu 1.9 dəfə azalırsa, ox aşağı qoyaq, onda sürət də 1.9 dəfə azalar, yəni 27 B olar. 29. İkinci şəffaf mühitin birinci şəffaf mühitə nisbətən sındırma əmsalı, yəni N2,1 0.8-dir. İşığın ikinci mühitdəki dalğa uzunluğu, yəni lambda 2 götürək, 6/10-7 metr olarsa, birinci mühitdəki dalğa uzunluğu soruşulur. N2,1, N2 böl N1'dir. Bayaq da dedik ki, dalğa uzunluğu ilə tərs asılıdır. Onda lambda 1 böl lambda 2 yazarıq nisbət şəklində. Buradan alınır. N2-nin N1-ə nisbətini verib bizə 0.8 bərabərdir. Lambda 1 bölünsün 6/-7. Burada da deməli 6/-7 yazaq. Biraz görünmür. Gəlin bunu düzəldək. Bu tərəfdən biraz yazaq. 6 vurulsun 10/-7 yazaq. Alınır ki, lambda 1 bərabərdir. 4,8 10/-7. Birbaşa ilə variantı yazıram. B bəndi olacaq. 4,8 10/-7. Deməli, 29B, 31. İşıq optik sıxlığı az olan mühitdən optik sıxlığı çox olan mühitə keçəndə tezliyi və sürəti haqqında mülahizələrdən hansı doğrudur? Optik sıxlıq deyəndə biz sındırma əmsalı başa düşürük. Optik sıxlığı az olan mühitdən çox olan mühitə keçərkən tezlik. Biz dedik ki, işıq bir mühitdən başqa mühitə keçərkən onun tezliyi dəyişmir. Onda tezliyi dəyişməyən variantlardan birini seçirik. Ya B-dir, ya da C-dir. Aha, gəldik sürətə. Sürət neyinir? Sürət sındırma əmsalının tərs asılıdır. Optik sıxlıq n artırsa V azalacaq. Yəni doğru variant olacaq B. 31B. Sonra 33. Bizdən V'nin n'dən asılığını soruşur. V bərabərdir C böl n'dir. N
Axı bu n-in düsturu s bölü v idi və v-ni də tapanda s bölü n-dir. Buradan görünür ki, n v ilə tərs asılıdır. Yəni 33-də olacaq y bəndi. Sonra 35. Vakuumda yayılan ışığın dalğa uzunluğunun rəqs edilən asılılığını soruşur. Lambdanın nüdən asılılığını. Demək, vakuumda deyirsə s sabitdir. S bərabər lambda 0 nü. Lambda da bərabər s bölünsün. Lambda 0 da bərabər s bölü nüyə. Deməli, 35 göründüyü kimi lambda ilə nü tərs asılıdır. Variant olacaq C bəndi. Sonra 37-yə baxırıq. Ağ işıq şüasının şüşə prizmadan keçdikdən sonra ayrıldığı rəngli şüalardan 4-ü göstərmişdir. Hansı şüanın şüşədə yayılma sürəti ən kiçikdir? Biz dedik ki, sürətlə sındırma əmsalı tərs asılıdır. Sürətin ən kiçik olması üçün sındırma əmsalı ən böyük olan, yəni 4-ü seçmək lazımdır. 37 olacaq B. 39. Ağ işıq şüası şüşə prizmadan keçdikdən sonra ayrıldığı rəngli şüalardan 4-ü göstərilmişdir. Hansının tezliyi ən kiçikdir? Hansı şüaya uyğun tezlik ən kiçikdir? Tezlik sındırma əmsalı ilə düz asılıdır. Yəni tezliyi ən kiçik olan sındırma əmsalı ən kiçik olandır. Yəni 39-da 1 seçirik B bəndi. Sonra gəldik 41-ə. 41 nədir? 41 deyir ki, monoxromatik işıq şüası, işıq sındırma əmsalı böyük olan mühitdən, sındırma əmsalı kiçik olan mühitə keçir. En azalır yəni. Mühitə keçir. Hansı ifadələr doğrudur? Biz bilirik ki, tezlik sabit qalmalıdır. Tezlik sabit qalır hər ikisindədir. En azalırsa, en də lambda ilə tərs asılıdır bildiyimiz kimi. Dalğa uzunluğu onda necə artacaq? Dalğa uzunluğu artır. Sındırma əmsalı bir dəqiqə böyük olanın həqiqi. En azalırsa, lambda nə etməlidir? Artmalıdır. Dalğa uzunluğu artır. Yəni 1-i seçirik. 1. Aha. İndi baxırıq. Sonra 2 səhvdir. Üçüncü, dalğa uzunluğu tezliyi artır. Səhvdir, tezlik dəyişmir. Ona görə də biz bu 2 variantın 100% çıxırıq. 3 və 4-ü. Qalır yalnız burada C. Doğru variant C-dir. Yalnız 1. 43-cü suala baxırıq. Monoxromatik işıq dalğası optik sıxlığı böyük olan mühitdən optik sıxlığı kiçik olan mühitə keçir. Yəni yenə sındırma əmsalı azalır. Hansı ifadələr doğrudur? En azalırsa dalğa uzunluğu artır. Bir budur. Doğru olan cavab. Sonra periodu dəyişmir. Bunlar yəni çıxır. Dalğa uzunluğu seçir. Period da artır, səhvdir. Çünki dedik ki, period və tezliyi dəyişmir. 1 və 5. Doğru cavab olacaq A bəndi. 43A. Sonra 45. Deyir ki, ağ işığın şüşə prizmada dispersiyası zamanı alınan şüaların ikisinin yolu göstərilmişdir. Şüaların tezlikləri və şüşədə sürətləri arasında hansı münasibət doğrudur? Deməli, birinci ilə ikincini müqayisə etsək, birincinin sındırma əmsalı ikincidən azdır. N1 kiçikdir N2-dən. N də nü ilə eyni götürürük. Burada tezlik deyib V2 mi yazılır? Amma nüdür bilin ki bunlar. Demək, onda nü1 də kiçikdir nü2 olacaq. Nü1 kiçikdir nü2, amma V isə onlarla tərsdir. V1 isə böyüdür V2 olacaq. Yox, nünü əvvəldə yazım. Üzr istəyirəm, düz yazılır burada. Deməli, onda seçirik ki, nü1 kiçikdir nü2, V1 böyükdür V2. Nü1 kiçik, yəni Y olacaq. 45 Y. 47-yə baxırıq. Şəffaf prizma üzərinə düşən ağ işıqdan alınan monoxromatik 1 və 2 şüaları üçün Eyler-Venn diaqramında uyğun ifadələri müəyyən edin. Deməli, burada uyğunlaşdırmadır. Dalğa uzunluğu böyükdür. Gəlin seçək. Dalğa uzunluğu hansının böyük olacaq? Sındırma əmsalı kiçik olanın, yəni 1-ə aiddir. Bu 1-1-ə getsin. 1-1-ə getsin. Sonra mühitdə sürəti böyükdür. Sürətin böyük olması üçün deməli sındırma əmsalı kiçik olmalıdır. Onda 2 də 1-ə gedəcək. Elə bu Y variantı çıxır, amma digər variantlarda baxırıq. Sonra mühitin sındırma əmsalı bu şüa üçün daha böyükdür. Təbii ki, göründüyü kimi 2-də sındırma əmsalı daha böyükdür. Deməli 2 2-yə gedəcək, 3 2-yə gedəcək, 3 2-yə gedəcək. Burada görünmür, digər tərəfə yazıram. Tezlik böyükdür. Tezlik böyükdür. Bu aiddir. Deməli, sındırma əmsalı böyük olan. Bu da ona aiddir. Yəni 3 2-yə aiddir. 3 və 4 2-yə aiddir. Vakuumda da yayıla bilir. Deməli, işıq dalğası, elektromanyetik dalğası vakuumda yayıla bilir. 5 də ortaya gələcək. Həqiqətən də demək 47-ci sualın cavabı olacaq Y. Gəldik 49-a.
49 açar sözlərdən hansı ardıcıllıqla istifadə etməklə mətni tamamlamaq olar? Açar sözlərin bəzilərini bir və ya bir neçə dəfə istifadə etmək olar. Demək, mötərizənin içini həmişə oxuyuruq, cümlə əlavəsidir. Açar sözləri oxuyuruq. 1. Qırmızı, 2. Bənövşəyi, 3. Ağışıq. İndi oxuyuruq. Şəffaf və üçbucaqlı prizmanın yan səthinə düşəndə sınaraq 7 rəngə ayrılır. Təbii ki, ağışıq. Yəni 3 yazırıq bura. Sonra bunlardan ən böyük dalğa uzuna malik işıq, dalğa uzunu ən böyük olan hansı idi? Sındırma əmsalı ən kiçik olan idi. Qırmızıdır. Deməli, onda sonra gələcək 1. 3, 1. 3, 1 seçirsiniz, amma sonra düşünün, axıra qədər gedirsiniz. Çünki səhv ola bilər, səhv olma ehtimalı var. Yəni, ya A-dır, ya B-dir. 3, 1. Bunlara 100% əminsinizsə, yəni belə variant seçə bilirsiniz. 3, 1. Sonra gəldik, davam edirik. Ən kiçik dalğa uzuna malik işıq isə təbii ki, burada bənövşəni seçəcəksiniz. 3, 2, 3, 1, 2. Yenə ardıcılıq gedir. İndi gəlirik bura. Bu rənglər üçün prizmanın sındırma əmsalı ən böyük olan hansıdır? Ən böyük sındırma əmsalı malik olan bənövşəyidir. Yenə 2. Deməli, bu variant artıq çıxır, qalır B bəndi. Və axırında oxuyaq. Sındırma əmsalı ən kiçik olan isə təbii ki, qırmızı işıqdır. Bu da yazacağıq 1. 1. Deməli, doğru cavab 49-da B olacaq. Gəldik 51-ə. Monoxromatik işığın vakuumda dalğa uzunluğu lambda 0, tezliyi 0-dır. Vakuumdan sındırma əmsalı 2 olan mühitə keçir. N vakuumda sındırma əmsalını 1 götürürəm. Mühitdəki sındırma əmsalını 2 götürürəm. Sındırma əmsalı gördüyünüz kimi N 2 dəfə artıb. N artırsa, demişdik ki, tezlik neynəmir? Dəyişmir. Elə 0 kimi qalır. Ya budur, ya budur, ya budur. B, C və Y variantlar arasında. İndi sındırma əmsalı 2 dəfə artsa, dalğa uzunluğu neynəməlidir? 2 dəfə azalmalıdır. Lambda 0 bölü 2. Yəni, bu C variantı olacaq. 51. Doğru cavab C. Gəldik 53-ə. 53-də nə deyir? Deyir ki, vakuumdan sındırma əmsalı 2,5 olan mühitə keçdikdə dalğa uzunluğu soruşur. Deməli, məsələni həll etmək üçün verilənlər artıq qeyd olunub. N bərabərdir 6. Vakuumdan deyirsə, N1 bərabərdir 1-dir, N2 bərabərdir 2,5-dir. Dalğa uzunluğunu soruşur. Mühitə keçdikdə lambda bərabərdir sual. Deməli, neçənci testə baxırdıq. 53-cü sualda veriləndə yazdıq ki, 6/14 Hz-dir. Dalğa uzunluğunu soruşur. Bizdə mühitdəki dalğa uzunluğu necə dəyişdiyini soruşur. Birinci növbədə gəlin vakuumdakı dalğa uzunluğunu təyin edək. Vakuumdakı dalğa uzunluğunu tapmaq üçün lambda 0 bərabərdir. Lambda 0 bərabərdir. C növ düsturundan istifadə edirik. Çünki C bərabər lambda növ daxil, lambda 0 növ. C də 3 onsuz 8-dir. Bölürük 6 vurulsun 10 üstü, bir dəqiqə. 6 vurulsun 10 üstü 14-ə. Alırıq 0,5, 10 üstü mənfi 6. 0,5, 10 üstü mənfi 6. Biz bunu, cavab bizdə nanometrlədir deyə nanometrə keçirik. Bunun üçün də nanometrə keçmək ən rahat yolu elə bilin ki, bunu həm 10 üstü 3-ə vuraq, həm də 10 üstü 3-ə bölək ki, dəyişməsin ifadənin adı. 10 üstü 3-ə vursaq, bu 500 eləyəcək. 500 və 10 üstü mənfi 9 alınacaq. 500 10 üstü mənfi 9 da 500 nanometr deməkdir. Yəni, bizdə əvvəlcə dalğa uzunluğu üçün 500 nanometr qiymət aldıq. Və mühitə keçərkən dalğa uzunluğu sındırma əmsalının düsturuna görə n bərabər lambda 0 bölü lambda düsturuna görə burada mühitdəki dalğa uzunluğunu tapsaq, lambda 0 bölünsün n alarıq. Və lambda 0-ımız 500-dür. 500-ü bölürük 2,5-ə. Alınan cavabımız olacaq 200 nanometr. Əvvəlcə dalğa uzunluğu 500 nanometr idi. İndi oldu 200 nanometr. Nə qədər azaldı? 300 nanometr azaldı. B bəndi olacaq. 55-ci sual. Hansı ifadələr doğrudur? Havadan suya keçən işıq şüasının. Birinci, gəlin yayılma istiqamətinə baxaq. Həndəsə optikada da belə bir sual var idi. İşıq şüasının düşmə bucağı 0 dərəcədir. Elə düşdüyü bucaqda da qayıdacaq. Yəni 0 dərəcədən qayıdacaq. Deməli, yayılma istiqaməti dəyişmir. 1. Sındırma əmsalı havada 1 götürürük. Suda isə n götürək. Yəni, havadan hara keçir, keçsin, sındırma əmsalı artır. N artırsa, sürət nə eləməlidir? Azalmalıdır. Ona görə 2-ni də seçirik. Dalğa uzunluğu isə n də lambda ilə tərs asılıdır. N
artırsa lambda azalmalıdır. Ona görə də 3 və 4'ü seçmirik. Doğru cavab 1 və 57-ci suala baxırıq. Deyir, hansı ifadələr doğrudur? Monoxromatik işığın birinci mühitdəki düşmə bucağı alfa, ikinci mühitdəki sınma bucağı qammadır. Alfa qammadan böyük olarsa. Gəlin bir şəkil çəkək. İki mühiti ayıran sərhəd, perpendikulyar, düşən şua, bir də sınma baş verir burada. Sınan şua. Bizə deyir ki, düşmə bucağını alfa qəbul edək. Sınma bucağında qamma. Alfa qammadan böyük olarsa, yəni bu bucaq bundan böyüdürsə, onda bu şua sınandan sonra perpendikulyara yaxınlaşıb demək. Biz də bilirik ki, nə zaman perpendikulyara yaxınlaşırdı işıq şüası? Sındırma əmsalı kiçik olan mühitdən böyük olan mühitə keçərkən. Deməli, bu birinci mühit, bu da ikinci mühit. Deməli, N1 N2'dən kiçik imiş. Onda birinci cavab doğru deyil. Biri seçmirik. Geçirik ikinciyə. N1 kiçik N2'dirsə, lambda 1 böyüdür lambda 2, çünki tərs asılıdır. 2'ni seçirik. Sonra 3 də V də N-lə tərs asıldığına görə V1 də V2'dən böyük olacaq. Qaldı tezliklər. Tezlik də deməli N-lə eynidir. N1 N2'dən kiçikdirsə, N1'dən N2'dən kiçik olmalıdır. Yəni doğru cavab olacaq 2 və 3. Bir də qaldı 59. 59 deyir ki, N1 böl N2 ikinci mühitin birinci, iki mühitin sındırma əmsalı N1 böl N2 ilə mühitlərdə dalğanın yayılma sürəti və dalğa uzunluqları arasında hansı münasibət doğrudur? N1'in N2'ye nisbəti 3'ün 2'ye verib. Yəni buradan göründüyü kimi N2 N1'dən böyükdür. N2 N1'dən böyüdürsə, lambda 1 kiçikdir lambda 2'dən, V1 kiçikdir V2'dən olmalıdır. Yəni ona görə də 1'ə uyğundur. 1'ə uyğundur. Bir dəqiqə. N2 N1'dən böyüdürsə, bir dəqiqə düz yazdıq mı? N2 böyüdür N1. Onda lambda yox. Biz burada lambda 2 böyüdür lambda 1 yazmalıydıq. Lambda 2 kiçikdir, daha doğrusu lambda 1 yazmalıyıq. Və yaxud da ki, burada cavaba uyğun seçək də variantında. Ki, əgər N1 N2 N1'dən böyüdürsə, onda lambda 1 böyüdür lambda 2 olacaq. V1 böyüdür V2 olacaq. Çünki burada 1'in birinci yazıb. Ona görə 1'ə A və B-ni seçirik. Keçdik 2'yə. 2'də isə tərsinədir. Ona görə də 2'yə C və D seçirsə, çünki N1'ə 3 götürüb, N2'ni 2 götürüb. Yəni uyğun olaraq. Deməli, N1 N2'dən böyüdürsə, lambda 1 lambda 2'dən kiçikdir, V1 də V2'dən kiçikdir. Üçüncüdə isə bunlar bərabər olduğuna görə bərabərdir. Yəni 1'ə A, B, 2'yə C, D, 3'ə isə E variantı doğru olacaq.